Mesela tutaq ki ədalət. Kasıbın nə ədalət olacaq? Ədalət varlığa aid bir termindir. Biri deyir, kasıb ədalətli ola bilməz. De. Bəlkə deyəsən, kasıbın əli də olmaz, dili də susar, dərdi də danışmaz. Bəlkə sevgisi yox, duyğusu yox, hətta Allahı da yoxdur. Dədə yox, kasıb insan da ola bilməz. Kim doğulanda pulla doğulub de, kim dünyaya malıyla gəlib, kim gedəndə cibini özüyle aparıb, kim torpağa sərvətini verib. Hamı elle doğulur, hamı dille doğulur, hamı duygu ile insan doğulur. Kasıbın aklı var, canı var, sevgisi var, vətəni var. Kasıb var, ədaleti də var, Allah'ın dərgahında Allah insan adlanar. Kasıb çalışa bilir, alışa bilir, alın təriyle daş daşıya bilir, sevə bilir, danışa bilir, vətən üçün sinəsini qabağa verə bilir. Amma ədalətə çatanda yox deyirsən, bu hökmü hansı tərəzi ilə ölçürsən? Hə, cavab ver, üzümə bax, kasıb ədalətli ola bilmir mütləqla. Hansı teraziyle ölçürsen